Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi Salyan, Neftçala və Sabirabad rayonları ərazisində yerləşən 106.100 hektar əkin sahələrinə xidmət göstərir. Əkin sahələrində olan qurun sularının axıdılması üçün 3963 kilometr uzunluqda kollektor drenaj şəbəkəsi var. Qurun sularını qısa müddətdə və əkin sahələrindən kənarlaşdırmaq üçün 25 ədəd nasos stansiya fəaliyyət göstərir. Nasos stansiyalarda 80 ədəd elektrik enerjisi ilə işləyən nasos aqreqatorları mövcuddur. Ötən il idarə üzrə 17 ədəd nasos stansiyada cari təmir işləri aparılıb. 69 ədəd nasos aqreqatları təmir olunub, 70 ədəd elektrik mühərrikləri cari təmir edilib. Hal-hazırda təmir bərpa işlərinə Birləşmiş Nasos Stansiyasından başlamışıq, start vermişik. Hal-hazırda bizim 5 ədəd nasos aqreqatı, 3 ədəd 24 NDN, 2 ədəd 20 NDN nasos aqreqatlarında təmir bərpa işləri yekunlaşmaq üzrədir. Vegetasiya dövrünə kollektivimiz hazırlıq işlərini start vermişdir. Kollektor drenaj şəbəkələri üzərində də təmir bərpa işlərimiz həyata keçirilir. 2025-ci ildə Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi kollektorlarda lildən təmizləmə işləri apararaq ərazidə olan qurun sularını əkin sahələrindən qısa müddətdə axıdılmasını təmin edib. Hazırda Neftçala rayonu Xol-Qaraqışlı, Qırmızı kənd, Aşağı Qarayamanlı, Boyat kənd inzibati ərazisində, Salyan rayonunda isə Qaraqaşlı, Şorsulu, Boranı kənd, Marışlı, Qızılağac kənd ərazisində lildən təmizləmə işləri aparılır. Aparılan mütəmadi lildən təmizləmə işləri nəticəsində və qısa müddətdə kollektorda qurun sularının çəkilməsi hesabına torpaqların münbitliyi artmış, məhsuldarlıq yüksəlmişdir. Qurun sularının minerallıq dərəcəsi aşağı düşərək 4,4-ə qədər enmişdir. Cari ildə Salyan və Neftçala rayonlarının müxtəlif inzibati ərazilərində ayrı-ayrılıqda 20 kilometr uzunluqda lildən təmizləmə işləri aparılmışdır. Qeyd edək ki, idarənin balansında olan kollektor drenaj şəbəkəsi üzərində 3126 ədəd hidrotexniki qurğular fəaliyyət göstərir. Bu qurğulardan 4 ədəd hidrotexniki qurğuda cari təmir işləri aparılaraq fermerlərin istifadəsinə verilib. Nasos aqreqatlarından isə 4 ədədi təmir olunub, elektrik mühərriklərindən 3 ədəd cari təmir bərpa olunaraq işə buraxılıb. Hazırda Salyan, Neftçala və Sabirabad rayonlarının ayrı-ayrı inzibati ərazilərində kollektorlarda lildən təmizləmə işləri davam etdirilir.